Salam əziz şagirdlər. Gün, həftə, ay mövzusu üçün nəzərdə tutulmuş ev tapşırığının izahına başlayaq. Şəkildəki hadisələri günün vaxtına görə sıralayın. Əziz şagirdlər, gəlin əvvəlcə şəkillərə diqqətlə baxaq. Burada xoruz banlayır, sübh açılır. Sizcə gün hansı vaxtıdır? Bəli, səhər vaxtıdır. Bu şəklə baxsaq, görərik ki, günəş yavaş-yavaş batır. Deməli, bu axşamdır. Üçüncü şəklə baxaq. Burada artıq ay var. Deməli, bu günün hansı vaxtıdır? Bəli, doğrudur. Gecə vaxtıdır. Sonuncu şəklə baxsaq görərik ki, uşaqlar bağçada oynayırlar. Deməli, bu da günün günorta vaxtıdır. Elə isə gəlin günün vaxtlarını sıralayaq. Birinci səhər olur, sonra nə olur? Bəli, günorta olur. Daha sonra axşam və gecə olur. Əhsən sizə. Suallara cavab verin. Bugün həftənin hansı günüdür? Əziz şagirdlər, gəlin əvvəlcə həftənin günlərini yada salaq. Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə və bazar. Elə isə gəlin birinci sualın cavabını tapaq. Bugün həftənin hansı günüdür? Tutaq ki, bugün həftənin cümə axşamı günü olsun. İkinci suala keçək. Dünən həftənin hansı günü idi? Əziz şagirdlər, əgər bugün həftənin cümə axşamı günüdürsə, dünən həftənin hansı gün olacaq? Bunu tapmaq üçün biz geriyə baxmalıyıq. Çünki bizdə dünən deyilir. Cümə axşamından əvvəlki gün həftənin çərşənbə günü idi. Sonuncu suala baxaq. 2 gün əvvəl həftənin hansı günü idi? Deməli, bugün həftənin cümə axşamı günüdürsə, 2 gün əvvəl deyirsə, biz geriyə getməliyik. Bəs neçə vaxt geriyə getməliyik? 2 vaxt, çünki 2 gün deyir. Cümə axşamından 2 vaxt geriyə gedək. 1 və 2. Deməli, cümə axşamından 2 gün əvvəlki gün həftənin çərşənbə axşamı günüdür. Əhsən sizə. Hər gün məktəbdən evə gələrkən anası Mirhaşıma bir qoğal alır. O, şənbə və bazar günləri məktəbə getmir. Anası Mirhaşıma həftədə neçə qoğal alır? Əziz şagirdlər, gəlin baxaq. Bir həftədə neçə gün var? Bəli, 7 gün var. Birinci gün bazar ertəsi, ikinci gün çərşənbə axşamı, üçüncü gün çərşənbə, dördüncü gün cümə axşamı, beşinci gün cümə, altıncı gün şənbə və yeddinci gün bazar günüdür. Biz bilirik ki, o şənbə və bazar günləri məktəbə getmir. Deməli, şənbə və bazar günləri məktəbə getmirsə, bu deməkdir ki, qalan 5 günü məktəbə gedir. Hər gün məktəbdən evə gələrkən anası Mirhaşıma bir qoğal alır. Deməli, bazar günü də qoğal alacaq, çərşənbə axşamı da alacaq, çərşənbə günü də alacaq, cümə axşamı günü də alacaq, cümə günü də alacaq. Sizcə anası Mirhaşıma həftədə neçə qoğal alır? Bunu tapmaq üçün biz nə etməliyik? Bəli, bütün bu birləri toplamalıyıq. 1 üstəgəl 1, 2, 2 üstəgəl 1, 3, 3 üstəgəl 1, 4, 4 üstəgəl 1, 5. Deməli, anası Mirhaşıma həftədə 5 qoğal alır. Əhsən sizə.